İftara en çok sevdiğim şorbalardan olan lezzetli brokoli şorbasını hazırladım. Hazırlanmasına geldikdə isə bir adet brokolini bu şekilde ayırırıq. Üzerine bir adet doğranmış kartof, bir adet doğranmış kök ve bir adet doğranmış soğan əlavə edirik. Tərəvəzləri yəni çox da kiçik doğramaya bilərsiniz və üzerine çıxana qədər su əlavə edib tərəvəzlər bişənə qədər orta ateşdə qapağı örtülü şəkildə bişirirəm və başqa tavada isə bir dolu yemək qaşığı kərə yağını əridib üzərinə bir dolu yemək qaşığı un əlavə edib qovururam və üzərinə də 2 stakan dolu süd əlavə edirəm. Və süd qaynadıqda qaynatdığım tərəvəzləri üzərinə əlavə edib yaxşı qatışdırıram. Onun da üzərinə tərəvəzlərin suyundan 1 stakan yarım əlavə edirəm və yaxşı blenderdən keçirdikdən sonra üzərinə bir qutu qaymaq əlavə edirəm və 5 dəqiqə bişirirəm. Duz istiot zövqə görə. Hədsiz ləzzətli bir şorbadır. Əgər siz bu şorbanı sınamamışsınızsa, mütləq sizlərə də hazırlayıb dadına baxmağı məsləhət görürəm. Dadını çox bəyənəcəksiniz. Allah hamının orucunu qəbul etsin.